Hər vaxtınız xeyirli olsun. Deməli, Elgiz müəllim Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə hazırlaşan 4-cü sinif, 2-ci sinif şagirdlərinə hazırlıq keçən repetor müəllimlərimizdəndir. Azərbaycan dili üzrə onlayn formatda dərs keçən müəllimimizdir. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olmaq üçün 4-cü sinifdən uşaqlar Azərbaycan dili və riyaziyyatdan hər birindən 30 sual olmaqla ümumilikdə 60 sual olaraq təqdim olunur. Bir sual bir baldır, səhv düzü aparmır. Elgiz müəllim, bir sualım var sizə. Ümumiyyətlə, şagirdlər 4-cü sinifdən niyə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbini seçməlidir? O, bu uşaqlara nə qazandırır? Ümumiyyətlə, tövsiyələrinizi dinləyək. Hər vaxtınız xeyir olsun. Nə üçün uşaqlar 4-cü sinifdən Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə qəbul olmalılar? Buna görə ki, uşaqlar ora artıq daxil olduqdan sonra, qəbul olduqdan sonra onlar dövlət hesabına həm oxuyacaq, həm yetişdiriləcəkdir və onlar ora o sahəni bitirdikdən sonra, xüsusi məktəbi bitirdikdən sonra akademiyaya qəbul şansları daha yüksək olur və onlar da ora bitirdikdən sonra işlə təmin olunacaqlar. Yəni, belə başa düşmək olar ki, əgər uşağın hərbiyə marağı varsa və hərbi sahədə irəliləmək istəyirsə, elə 4-cü sinifdən qəbul olmaq daha alternativdir. Çünki həm, belə deyək, uşaq yaşına vətənpərvər gənc kimi yetişir, həm də ki, ilk hərbi təəssüratlarını öyrənmiş olur. Dərslərimiz davam edir. Dərslərimizə qatılmaq üçün 051 346 14 38 mobil nömrəmlə əlaqə saxlaya bilərsiniz.